Müstəqillik günü münasibətilə Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir. Çin Xalq Respublikasının sədri Si Jinping Prezident İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: Hörmətli cənab Prezident, sizə və sizin şəxsinizdə dost Azərbaycan xalqına ölkənizin Müstəqillik günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı ifadə etməkdən şərəf duyuram. Siz keçən ay Çində uğurlu dövlət səfərində oldunuz və biz birlikdə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını elan etdi. Bununla da iki tərəfli əlaqələrin inkişafı üçün yeni perspektivlər açdıq, yeni vəzifələr müəyyənləşdirdik. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və çoxvektorlu, qarşılıqlı, faydalı əməkdaşlığın möhkəmləndirilməsi, iki tərəfli əlaqələrin yeni səviyyəyə yüksəlməsi, Çin və Azərbaycan xalqlarının rifahı naminə ölkələrimizin inkişafına dəstək verilməsi üzrə sizinlə birgə səylər göstərməyə hazıram. Sizə möhkəm can sağlığı və uğurlar, dost Azərbaycana tərəqqi və qüdrət, onun xalqına isə xoşbəxtlik və əmin amanlıq arzulayıram. Si Jinping, Çin Xalq Respublikasının sədri.